Salam, vaxtınız xeyir dəyərli izləyicilər. İndi edəcəyim suallar 17 iyun 2025-ci il Lisey Gimnaziya qəbul sınavı 8 5-ci siniflər üçün 21-dən 40-a qədər sualların izahı olacaq. İlk öncə onu deyim ki, şərh bölməsində Lisey Gimnaziya qəbul edəcək sualların paylaşıldığı Telegram və WhatsApp qrupu linkləri paylaşacaq, mütləq qoşulun. Qəbula qədər suallar paylaşılacaq. Növbətindəki illərdə də Rıfımiyə, Lütfuzadəyə və Lisey və Gimnaziya qəbul edəcək sualların olduğu, izahların olduğu yeni platform üzərində işləyirik. Həmin platformadan xəbər almaq üçün mütləq qruplarda davamlı olaraq qalmağınızı tövsiyə edirəm. Bununla əlavə YouTube'a mütləq abunə olun. Yəni abunə olanların sayı izləyənlərin 60-70% abunə olmayıb və paylaşılan videolardan anında xəbərdar ola bilmirlər. Yəni, siz də anında xəbər olmaq üçün abunə olun. Yəni sadəcə abunə ol sözünə tıklayırsınız, bu qədər. Yəni paylaşılan videoların anında xəbərdar olursunuz. Keçək indi izaha. 21-ci suala deyir ki, A çəlləyində 30 litr zeytun yağı, B çəlləyində 42 litr süt, C çəlləyində isə 66 litr su var. Bu çəlləklərdəki mayelər qarşılaşdırılmadan bərabər həcmli balonlara doldurulacaq. Bunun üçün ən az neçə balon lazımdır? Yəni bunları qarışdırmırsınız və hər birini bərabər ölçüdə balonlar doldururuq və ən az balon istəyir. Ən az balon istəyirsə, demək ki, biz həm 30-un, həm gözləyin, yeniden qoşuraq bura. Həm 30-un, həm 42-nin, həm də 66-nın bölündüyü ən böyük ədədi tapmalıyıq. Yəni bu 30-u biz elə həcmli balonlar yığacaq ki, 30 həmin balonun həcminə bölünə bilsin. Yəni həm 42, həm 66, həm də 30 hər biri bölünsün. Bu 6-dır. Yəni əbəb bunu tapırıq. Əbəb 6 edir. Yəni biz 30 litri 6 litrlik balona yığsaq 5 dənə balon lazım olar. Bu 5 oldu. 42 litri 6 litrlik balonlara yığsaq 7 dənə balon lazım olacaq. 66 litrlik suyu isə 6 litr balon yığsaq 11 dənə lazım olacaq. Cəmi edir 11 plus 7 plus 5. Yəni 23 dənə balon lazım olacaq. Cavab C variantı. Keçirik 22-ci suala. 1, 4, 2, 8, 7, M4 ədədinin 3-ə bölünüb. Lakin 4-ə bölünməməsi üçün M-in alabiləcəyi qiymətlərin cəmini tapın. Burada əvvəlcə 3-ə bölünmə əlamətini və 4-ə bölünmə əlamətini yada salaq. 3-ə bölünmə əlaməti bütün rəqəmlər cəm 3-ə bölünmə əlamətləridir. 4-ə bölünmə əlaməti isə son 2 rəqəmin əmələ gətirdiyi ədəd 3-ə bölünə, 4-ə bölünməsi əməllər 4-ə bölünür. Və bizə deyir ki, 3-ə bölünüb 4-ə bölünməməsi üçün, yəni 4-ə bölünməsin. M-in alabiləcəyi qiymətləri tapın. Əvvəlcə 3-ə bölünmə əlamətini yaradaq ki, burada M hansı rəqəmlər aldıqda 3-ə bölünər. Çünki 3-ə bölünsün deyir. 3-ə bölündüyü hallara baxırıq. Rəqəmlərə baxsaq 1 ilə 4, 5 edir, 7, 15, üstə 7 gəlsək, 22, 26. Yəni, rəqəmlər cəmi 26, üstə gəl M oldu. İndi M-ə nə versək, 3-ə bölünər, 1 versək, çünki 1 versək M-ə, M bərabər 1 olsa, o zaman 26-ın üstə 1 gəlsə 27 edir və 27 3-ə bölünür. Bundan sonra 4 qoysaq, 26-ın üstə 4 gəlsək, 30 3-ə bölünür və M-imizin qiyməti 7 olsa, edir 33 3-ə bölünür. Bundan sonra mümkün deyil. Yəni 1, 4 və 7 hallarını 3-ə bölünür. İndi bunları bir yerinə qoyacaq. Deməli 1, 4, 7 3-ə bölünmə şərtini ödəyir. Lakin 4-ə bölünməməsi üçün hansı var uyğun gələcək? Buna baxaq. Məsələn 1 qoysaq, o 14 olacaq. Son 2 rəqəmini əmələ gətirərək 4-ə bölünürsə, əmələ 4-ə bölünür.
14 4-ə bölünmür deyə, deməli M-in bir qəymətində bölünmür, bölünməməsini istəyir. Biri 1-dir. Məsələn, 4-ü qoysaq, 44 olur, bu 4-ə bölünür. Deməli 4 mümkün alınmır bizim şərtimiz üçün. 7 qoysaq, 74. 74 də 4-ə bölünmür, yəni 7 də uyğun gəlir. M-in 7 qiyməti uyğun gəlir ki, bu vəziyyətdə 3-ə bölünür, ancaq 4-ə bölünmür. Və M-in bu qiymətlərin cəmi istəyirdir. 1 və 7-nin cəmi edir 8. Cavabımız B variantı. 23-cü suala baxırıq. Deyir, kəsirlərin qiymətinin natural ədədlər olarsa, N-in ən kiçik natural qiymətinin rəqəmləri cəmini tapın. Yəni, bizdən N-ləri yazıb. Yəni, N surətdədir. Kəsir xətti bölmə deməkdir. Yəni, bizə deyir ki, N həm 16-ya, həm 12-ya, həm 15-ə bölünən ədəddir. Və ən kiçiyini tapın. Yəni, bizdə 16, 12 və 15-in əkobunu istəyir. N-in ən kiçik natural qiyməti. Yəni, əkobunu axtarırıq. 16, 12 və 15 üçün. Əkobunu axtarsaq, görədik ki, 240 edir. Yəni, N ən kiçik 240-dır ki, həm 16, həm 12, həm 15-ə bölünür. 240-ın da rəqəmlər cəmi edir 6, cavab A variantı. Yəni, əkobu da yəqin ki, bilirsiniz də, sadə yoxlara ayırırıq. 3 ədədin əkobunu bilməm, bilirsiniz yoxsa yox. Yəni, bunu göstərim. 16-nı bölürük 2, 8-dir, 2-yə bölürük 4, bölürük 2-yə, 2, 1 düşür bura. Sonra 12-ni bölək. 2-yə bölsəm 6, 2-yə bölsəm 3, 3-ə bölsəm 1. 15-ə bölsək, 3-ə bölsəm 5, 5-ə bölsəm 1. Şimdi burada yazıram. Bu 16 4 dənə 2 vuruğundan ibarətdir. Yəni 16 bərabərdir. Buradan yazıram. 2 üstü 4, yəni 4 dəfə 2-ni öz-özünə vuruq. Sonra 12 bərabərdir. 2 üstü 2, yəni burada 2 dənə 2 var. 2 vuruğu. 2 vuruq elə 2 üstü 2 deməkdir. Vurulsun. 3 üstü 1, 3 dənə də 1 dənədir. Sonra burada 15-i də göstəririk. 3 üstü 1 vurulsun 5 üstü 1 kimi. Ərəsindən 1 dənə çünki vuruqlar. Burada 3 dənə ədədin əkobunu axtararkən hər bir ədədin vuruqlar içərisində üstü qüvvəti, yəni burada üstü qüvvətli deyim. Bax, buralardır bu 4. Üstü qüvvətli 1, 1, yəni 5 üstü 1, 5-dən 1-dən, 3-dən 1-dən. Burada ən böyük olanları seçirik. Məsələn, əmsalı eyni olanlara. Baxası olsaq, əmsalı 2 olanlar 2 üstü 4, 2 üstü 2-dir. Ən böyük nədir? 2 üstü 4. 2 üstü 4 seçirəm, vurulsun. Deməli, bunlar 2-ləri seçdik. Yerdə 3-lər var. 3 üstü 1, 3 üstü 1. Hər ikisinin üstü 1-dir. Ona görə bir dənəsini götürürük. 3 üstü 1. Heç biri çoxdur, yəni 1 görürük. 5 üstü 1 də təkdə özünü götürürük. 2 üstü 4, 16 idi. Vurulsun 3 üstü 1, 3'dür. Vurulsun 5 üstü 1, 5'dir. Bərabər 240 edir. Qaydası da buydu. 240-cı rəqəmin cəmi 6. 24-cü suala baxırıq. 24-cü sualda şəkildə düzbucaqlının ağ rəng hissəsinin sahəsi 6 kvadrat santimetrdir. Boz rəng hissəsinin sahəsi neçə kvadrat santimetrdir? Biz burada bu şəkili böləsi olsaq, belə. Bax, bölürəm şəkili. Yəni, məndə biraz tam belə ortadan bölünmüş kimi görünməyə də bilər. Ancaq hamısını böləcəm indi, belə. İndi bura baxası olsaq, eyni ölçüdü, qara ağ 2 dənə var. 4, 6, 8. 10, 12, 14, 16. 16 dənə nə var? Düz bucaqlı 3 bucaq var. Yəni gördüyümüz kimi buradakı düz bucaqlı 3 bucaq deyim. Yəni bu ölçüdə bununla, yəni 2 dənədir bir hissədə. Ümumi 16 dənədir. 16 dənədən 1, 2, 3, 4, 5, 6, 7, 8. 8-i rənglidir. 1, 2, 3, 4, 5, 6, 7, 8 də ağ rənglidir.
Bizə deyir ki, ağ rəng hissənin sahəsi 6-dır, boz rəng hissənin sahəsi nədir? Yəni yarı-yarıyadır. Boz rəngi olacaq 6, cavab C variantı. Bir ədədin 5'te 4 hissəsini 3 dəfə artırıb alınan ədəddən 33 çıxsaq 99 alınır. Bu ədədin rəqəmləri cəmi tapın. Bu ədədi x götürək. X-dirsə ədədimiz x götürdüm. 5'te 4 hissəsini 3 dəfə artırıb. Yəni 5'te 4 hissəsi 5'te 4 x-dir. 3 dəfə artırsaq 3'ə vururuq. Alınan ədəddən 33 çıxsaq 33 çıxıram. Bərabər 99 edər. Bərabər 99. O zaman burada 4'ü bu 3'ə vururuq. Eğer 5'te 12 x bərabərdir. 33'ü də bu tərəfə keçirsək plus 33 olur. Yəni 99'un üzərinə 33 gəlir. Edir 132. Sonra buradan x tapmaq üçün kəsir xətt var. X tapmaq üçün x ilə bərabər 132 bölünsün nə? 5'te 12. Buna biz də bilirik ki, kəsilən bölməsini nə edirik? Birinci sənə olduğu kimi saxlayırıq. 132 vurulsun. Bölməni vurmaya çevirib kəsirimizdə tərsini çevirir. Yəni 12'də 5'ə. 12 ilə 132'ni ixtisar etsək olacaq 11. 11 də 5'ə vuracaq. 55. Yəni x bərabər 55. 5'ə vurdum 11. X 55 tapdı. Bizə nə istəyir? Bu da rəqəmlərin cəmi tapın. 55'dir yəni. Rəqəmlərin cəmi 10. Cavab C variantı. 26-cı suala baxırıq. Ədəd oxu xətlərlə bərabər hissələrə bölünmüşdür. Ədəd oxu üzərindəki hərflər müəyyən ədədləri əvəz edir. Yəni C çıxılsın A sıfırını bölünsün sıfırını 5'in kvadratı istəyir. İndi ədəd oxu üzərindəki hərflər müəyyən ədədləri əvəz edir. Bərabər hissələrə bölünmüşdür deyir. Əvvəlcə biz baxaq bura 1 ilə 1.16 arası neçədir? Və yaxud da 1 ilə 2 arası. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Deməli 10 ara var. 2'dən 1 çıxırıq. 1 tam, yəni 1 tamım 10 hissəyə bölünüb. Yəni hər hissəm 0,1'dir. Hər hissə 0,1'dir. Şimdi bizə A və C-ni axtarırıq. Və 1 tamsa geriyə doğru 1, 2, 3. Yəni 0,3 çıxıram. Və yaxud da 0'dan bu tərəfə gəlirəm. 1, 2, 3, 4, 5, 6, 7. Yəni 7'dən 0,1. 0,7. Yəni A oldu 0,7. Hər ara 0,1'dir. O zaman buradan da C'ni tapa bilərik. 2'dən sonra 1, 2. Yəni 2 tam 10'da 2. Çünki 2 dənə C'ye doğru gedir. 0,2. Burası da 2. 2 tam 10'da 2 nədir C. Bizdən də istəyir ki, burada bərabərdir. C çıxılsın A yazıb. Yəni 2 tam 10'da 2. Çıxılsın A 0,7'dir. Bölünsün 0,5'in kvadratı. 2 tam 10'da 2'dən 0,7 çıxsaq edir 1 tam 10'da 5. Bölünsün 0,5 vurulsun 0,5. Yəni 0,5'in kvadratı 0,5 vur 0,5 deməkdir. Əvvəlcə 1 tam 10'da 5 ilə 0,5'i bölürük. Burada 3 qalır. 3'ü də 0,5'e bölürük. 6. Cavabımız B variantı. Keçirik 27-ci suala. Bölünən böləndən 7 dəfə çox, bölünən də qismətindən 7 dəfə çoxdur. Bölünən qismətindən nə qədər çoxdur? Əvvəlcə yazıq A bölünsün. B bərabərdir C. İndi bölünən bu A'dır. Böləndən 7 dəfə çoxdur. Yəni bölünənimiz B-dirsə, o zaman bölünənimiz 7 A'dır. 7 B-dir. Yəni A özü 7 B. Çünki bölünən 7 dəfə çoxdur. O zaman qismətimiz nə olacaq? 7 olacaq. Deyir ki, bölən də qismətdən 7 dəfə çoxdur. Bölən, yəni o B, bununla qismətdən 7 dəfə çoxdur. Yəni qismətimiz 7 oldu. Çünki 7 B-ni B bölsəm bərabər C yazmışdım. Hər halda 7 B-ni B bölən 7 deyil. Yəni C bərabər 7'dir. Bunu nə yazıram? 7. O zaman bölən qismətdən 7'dən 7 dəfə çoxdursa, demək ki, B nədir? 49'dur. 7'dir. Bu da 7B. İndi biz də bölünəni tapmaq üçün 49'u vuracaq 7'yə.
2 bölünən nəyə bərabərdir? 7B. Bölünən, yəni 49 7'ye vuruq. 49 vurulsun 7. Bu değil 343. Değil mi? Yani 63. 7'nin 4'ü 28. 3, 4, 3, 343. Yani bölünen qismətdən nə qədər çoxdur? Bölünen oldu nə? 343. Qismətimiz də 7 idi. İndi nə qədər çoxdur? 343'dən 7 çıxır. 336. Cavab D variantı. 28-ci suala baxırıq. Təxmini 1,5 dəqiqəyə bir sual həll edən Səma bir saata sualların 5-2'sini həll edibsə, Səmanın həll etməli olduğu daha neçə sual almışdır? İndi 1,5 dəqiqə bir sual həll edir. Bir saata da sualların 5-2'sini həll edir. Bir saat neçə dəqiqədir? 60 dəqiqədir. 1 saat 60 dəqiqəyə. 1,5 dəqiqəyə bir sual həll edir. Mən də 60 dəqiqəyə neçə sual həll etdiyini dağmaq üçün 60'ı böləcəm 1,5'ə. Görək 1,5 dəqiqə bir dənədirsə 60 dəqiqənin içində sual həll edər. 60 bölünsün 1,5. Bu da demək ki 600 bölünsün 15 deməkdir. Hər ikisi 10'a vurdum. 10'luq kəsirdən qurtardım. Yəni 1,5 kəsirini 60 15'i bölsək 4 edir. Qarşısına 0 yazır. Yəni 40 dəfə. Demək ki 1 saatı 40 dənə həll edir. Burada deyir ki 1 saat sonra 5-2'sini həll edir. Yəni mənim həll etdiyim, tapdığım 40 sual ümumi həll edəcəyim sualların 5-2'sidir. Yəni 5-2 x'im x kadar sualım varsa 5-2'si neymiş? 40 imiş. O zaman buradan çarpaz 5'i vuruq 40'a və yaxud da x tapmaq üçün 40'ı bölürük 5-2'yə. O da bərabərdir 40 vurulsun 2'də 5. Qısaca 20 vurulsun 5 100. Deməli 100 dənə sual var imiş. Ümumi x 100 oldu. Deyir Səmanı həll etməli oldu. Daha neçə sual almışdır? 40'ını həll etmişsə əvvəldə tapdıq. 100'dən 40 çıxır 60. Yəni 60 dənə sual alıb D variantı. 29'a baxırıq. Uzunluğu 80 cm olan məftildən birinin perimetri digərinin perimetrinin 3 dəfə böyük olan 2 kvadra düzəldildi. Bu kvadratların sahələri cəmi neçə kvadrat santimetr olar? Uzunluğu 80 cm olan məftildən birinin perimetri digərinin perimetri 3 dəfə böyük olan. Yəni biri perimetri açıq kvadrat çəkirəm 2 dənə. Tərəflərini x versəm, bunun perimetri olacaq 4x. Digərin perimetri 3 dəfə böyük olan 2 kvadrat. Digərində perimetri olacaq bunun 3 dəfə böyük. Yəni 12x. P bərabər 12x. O zaman tərəflər nə olacaq? 3 olacaq yəni. 3x də tərəflərdə. Tərəfləri 3x'dir ki, toplanmışıq 12x oldu. Yəni bundan 3 dəfə çox oldu. Sağ 12'ni 4'ə böldüm. Oldu hərəsi 3x. İndi ki bu kvadratların sahələri neçə kvadrat sanır? İndi ümumi 2 dənə kvadrat yaradıb. Biri perimetri 4x qədərdir. Yəni ümumi uzunluğu 4x'dir. Digər ümumi uzunluğu 12x'dir. İkisi birlikdə 4x plus 12x bərabər 80 cm. Yəni hər ikisini 80 cm məftillə düzəlmişik. 80 cm məftillə qatlayaraq ümumi bunun perimetrini və bunun perimetrini istifadə etmişəm. Yəni 12x 4x 16x bərabər 80 x bərabər 5. Bizə deyir bu kvadratların sahələri cəmi neçə olar? X 5 isə bunun tərəfləri 5 5. Yəni 5'i bölüşə vursam bu kvadratımızın sahəsi olacaq 25. Digərdəki x'in yenə 5 qoyacaq. Bu da 15 olur. 15 olur. 15 15'e vursaq bu kvadratımızın sahəsi olacaq 15 vur 15 225. Deməli 25 oldu. Bir də 225. 225'den de 25 toplasaq 250 kvadrat santimetr. Cavab B variantı. İndi
Keçirik 30-cu suala. Minik avtomobili 1440 km yolun yarısını 90 km/saat, qalan yolun yarısını 70 km/saat, yerdə qalan yolu isə 60 km/saat sürət getmişdir. Minik avtomobili ümumi neçə saat yolda olmuşdur? Deməli, yolun yarısını 90 km. Yəni 1440-ı yarıya bölürəm. Nedir? 720. Yəni 720 km-in 90-la gedib. Yəni 90-a bölürəm, edir 8 saat. Deməli 90 km sürətlə 8 saat yol gedib. Yarı yolu. Qalan yolun yarısını, yəni qalan yolumuzun 720 qalmışdır. Bunun da yarısı edir 360. 360 isə 70 km-lə gedib. Yəni 72 bölsək, edəcək 5 saat. 5 saatı bura sərf edib. Və deyir ki, yerdə qalan yol, yəni 720-nin yarısını 360 getdi. Yerdə 360 qaldı. Bunu da 60 km-lə gedib. 60-a bölsək, bunu da 6 saat sərf edər. Deməli 8, 5, 6 ümumi nə qədər yol sərf edib zamanımızı 8-dən 5-in cəmi 13, üstəcə 6, 19 saat. Cavab D variantı. Keçirik 31-ci suala. Ədədə ortası 75 olan 6 ədəddən birincisi 80, ikincisi 78-dir. Qalan 4 ədədin ədədə ortası tapın. 75 ədədə ortası 6 ədədin. Bunların cəmi neçədir? 6 vurulsun 75. Yəni bu deyir 450. Deyir birincisi 80'dır, ikincisi 78'dir. Yəni 80'ı çıxsaq edir 370. Bəli. Bu bir də 78'i çıxırıq buradan. Qalacaq burada 2 9 292. 292 qaldı. Bu da yerdə qalan 4 dənə ədədimizin cəmidir. Deyir bunların ədəd ortasını tapın. Yəni 292-ni böləcək 4-ə. 4 dənə ədəd qalıb deyə 4-ün cəmi budur. 4-ə bölüb ədəd ortasını tapırıq. 29-un içində 7 dəfə çıxır 28. 12, bu da 6, yox 3. Yəni 73'dür. Cavabımız B variantı. 292'ni 4'ə böldük. 73 tapdıq. 50 pulun əvvəlcə 83 hissəsini. Sonra qeyd aparıq. Birinci əvvəlcə x-dir. X qədər pul var. X qədər bunun 8'də 3 hissəsi ilə 8'də 3x olur. İkinci dəfə qalan pulun, yəni qalan pulumuz 8'də 5 idi. Bunun 7'də 4 hissəsini xərclər. Yəni vururam qalan pulumuzu 7'də 4'ə. Bu deyir 8'dən 4 x 2 qalır. 14'də 5x. Deməli ikinci dəfə bu qədər xərcləyib, birinci dəfə bu qədər. Deyəli bütün pulunun hansı hissəsini xərcləmişdir? Toplayırıq, yəni 8'də 3x-nə toplayırıq 14'də 5-i. 14'də 5x. Çünki ikisi birdir, nə qədər xərcləyib. Əli bütün pulun hansı hissəsini xərcləmişdir? Biz də toplayırıq xərclədiklərimizi. Ona görə bunlara ortaq məxrəc getmək lazımdır. 56 uyğun gəlir. Yəni 8'i 7'ye vuracağım. Surət məxrəcini 7'ye vuram. Burada surət məxrəcini 4'ə vuram. Bəli. Bu da bərabərdir. Burada 56'da 3 7'ye vursam 21 2. Üstə gəl. Burada da 56 deyir. 5 4'ə vursam 22. Cəm nə deyir? 56'da 41x. Yəni 56 41'in xərcləmişəm. C variantı. Keçir 33-cü suala. Düzgün paralelipiped formalı boş akvaryum su ilə tam doldurulmalıdır. 1 kub desimetr 1 litre su tuttuğuna görə akvaryumun tam dolması üçün neçə litr su lazımdır? Əvvəlcə biz bunu həcmini tapaq. 14, 12, 6. Bir-birinə vururuq. Çünki həcm nədir? 3 ölçünün hansı? 14 vurursun, 12 vurursun, 6. Vuraq indi bunu. Burası olsaq, elə 14 vurursun, 12 vurursun, 6 bərabər edir 1008 kub santimetr.
kub santimetr. Bizdə litrlə, yəni kub desimetrlə istəyir. Burada gördüyümüz kimi 1 litrdə 1 kub desimetrdir. 1 kub santimetr ilə 1 kub desimetr arasında 1000 dəfə fərq var. Yəni 1000-ə böləcəm 1800-i. 1800-i də 1000-ə bölsək bərabər olacaq 1 tam 1000-8. Yəni 1 tam 1000-8. A variantı olacaq. 34-cü suala baxırıq. 34 deyir ki, onluqlar mərtəbəsindəki rəqəmin təşkillər mərtəbəsindəki rəqəmdən 2 dəfə böyük olan 2 rəqəmin natural ədədlər üçün aşağıdakılardan hansı hər zaman doğrudur? Onluqlar mərtəbəsindəki rəqəmi təşkillər mərtəbəsindəki rəqəmdən 2 dəfə böyük olan onluqlar. Məsələn 21, 42 belə 63 onluğu təkliyindən 2 dəfə böyük. Deyir ki, hansı hər zaman doğru 2'ye bölünürlər. Yox, məsələn 42 bölünür, amma 21, 63 bölünmür. Hər zaman doğru deyil. B variantı 3'e bölünürlər. Gördüyümüz kimi 3'e bölünürlər, bəli. Məsələn 84. Hər biri 3'e bölünür. Çünki 2x'in x-ə nisbəti toplasaq 3x rəqəmlər cəmi. Rəqəmlər cəmi 3x qədər deyə. Yəni məsələn təkliyi 2x. Onluğa 2x verəcək. Onluqla təkliyindəki rəqəmlərin cəmi olacaq 3x qədər. Yəni 3'ə bölünmə əlamətinə görə 3x 3'ə bölünür. Deməli bu ədədlərimiz hamısı 3'ə bölünəcək anlamına gəlir. X qalır yəni. 6 bölünürlər. 6 bölünə bilə bölməyirlər. Çünki tək və cüz olma ehtimalı var. Məsələn 21 olanda 6'ya bölünmür, amma 42 olanda bölünür. 9'a bölünür deyir. Bəzən bölünür. Məsələn 63 bölünür, 84 yox, 42 yox, 21 yox. Ancaq B variantı 3'ə bölünürlər. İndi 35'e baxırıq. A və B natural ədədlərdir. A çift B. Əköb A, B 23 olarsa 2B plus 3A bərabər sual. Burada əköb A, B 23'sə bizdə bir əköb nədir? Ortak vuruqların ortak olmayan vuruqları hasilidir. Yəni bu 6-cı sinif düşüncəsindən belə baxa bilərik. Ancaq 5-ci siniflər üçün necə baxa bilərik? Burada 23 sadələtdir. Yəni ya A ya da B 1, 23'dür. Yəni 23 sadələt olduğu üçün deməli A və B də qarşılıqlı sadələtlərdir. O zaman A çisi olduğu üçün A'ya 1 verəcəm. B'ye də 23 verəcəm. Yəni 1 ilə 23'ün əkobı elə 23'dür. Yəni 1 vursun 23. Yəni 23 sadədə olduğu üçün məcbur belə yazıq. Çünki əgər əkobumuz sadədirsə demək ki biz axtardığımız ədədlərin özləri də onların yəni ortaq bölənləri 1'dir. Ancaq və ortaq bölənlər 1'dir. 23 və 1000. Yəni biri 1'dir, biri 23'dür. Bu da A kiçik olduğu üçün A 1'dir. A bərabər 1'dir. B də bərabər 23'dür. Yazırıq. 2'ni 23'ə vursaq bura B2 23'dür. Yəni 46. A da 1'dir. 3 49. Cavab C variantı yəni. 36'ya baxırıq. 60 ədədini n ədədinə bölüşdə 60'ı n'ə böləndə qalıqda 4 alınır. Qismətimizi bilmirəm nədir. Qalıqda 4 alınır. Bütün belə n ədədlərinin cəmi tapın. Yəni 60'ı hansı ədədlər bölündü? Qalıq 4 alınır. Bunların hamısını axtarırıq. Deyir ki, bütün belə n ədədlərinin cəmini tapın. Bunları da tapmaq üçün nə edəcəyik? Yəni qalıq 4 alınırsa, demək ki biz 60'dan 4 çıxmalıyıq ki n'ə tam bölünsün. Yəni biz 60'dan 4 çıxsaq n də həmin alınan ədədə tam bölünən ədədlər olacaq. Yəni 60'dan 4 çıxırıq 56. Yəni 56'ya bölünən bütün ədədlərdir. Bu şərti ödəyəm.
Şu qalıq 4-cü mən 4 çıxıramsa deməli n-ə tam bölünməsi lazım. N-lər də nə olacaq? 56-ya bölünən bütün ədədlər. Bütün ədədlər deyək ki, yəni qalıq 4-dürsə 4-dən böyük 56-ya bölünən bütün ədədlər deyək, daha doğru cümlə quraq. O zaman 56-nın özü 4-ə bölünür, amma 4-ə bölünürdə qalıq 4 alına bilmir deyə biz 4-ü seçmirik. Bundan sonra 4 alınmadı. 2 məsəl üçün 1-dir, 2-dir, 4-dür. Bunlar heç uyğun gəlmir. Çünki bunlar qalıq 4 alına bilməz. Bunlara bölmədə. Bundan sonra 7-dir, 8-dir. Bunlar bölünür. Sonra 14-dür. Sonra 28-dir. 56-nın özüdür. Yəni bu ədədlərdir. Həmin ədədlər 7, 8, 14, 28, 56. Toplasaq 7-dən 8 15, üstə gələ 14 29. 29-un üstə 28 gəlsək edir 57, 57-nin üzərinə 56 gəlsək 113. Cavabımız yəni B variantı. Keçirik 37-ci suala. Hesablayın deyir. Əvvəlcə bu onluq kəsirləri qurtarmaq lazımdır. Sürə məqrəzdəki natural ədədə çevirmək lazım. Onun üçün bu sürə məqrəzi 100-ə vuracaq və yaxud da vericdən sonraki rəqəmləri bərabərləşdirir. Məsələn, burası 0 qoysam, vericdən sonraki rəqəmlər eyniləşir. Burası 0 qoyuram, burası 0 qoyuram və vericünləri tullayıram. Yəni, sürə məqrəzi 100-ə vursam, 910 bölünsün 13, çıxılsın 810 bölünsün 27, üstə gəl 510 bölünsün 17. Mötərizənin içini həll edirik. 91-in içərisində 13 7 dəfə yerləşir. 7 yazıram. Yəni 910-13-ə bölsək 70 eləyir. 27-ni də 810. Bu da 30 dəfə var. 17-nin də 51 ixtisəcək. Burada da 30 düşür. İndi burada 70 çıxılsın 30. Üstəcə 30 alınır. Bu 2 30'lar. Yəni 70-dən 30 çıxıram 40. Üstəcə 30 çıxıram 70 edir. Sonra bölünsün. Mötərizənin üzərində 1 14 var. O da 700 bölünsün 14 deməkdir. Hər ikisi ona vurdum. Onluq kəsərdən qurtarmaq üçün. Bu deyir 50. Cavabımız 50, yəni C variantı. Keçirik 38-ci suala. Deyir 30% 12 olan ədəd hansı ədədin 80%-dir? 30% 12 olan ədəd hansı ədədin 80%-dir? Deməli, x-in 30%-i 30'a vurub 100'ə bölmüşəm, 12 alınıb. 30% 12-dirsə 80%-ni axtaracaq. İndi burada 100'ü çarpaz vuruq 12'yə eyir. Burada da 30x-dir. Bərabərdir 1200'ə. X də bərabərdir 1200 bölünsün 30. 1230'a bölsək x bərabər neçədir? 40. X 40. Deyir bu ədədin 80% tapın. Neçə tapaq? Yəni 40 idi. 40'ın 80% tapmaq üçün 80'a vurub 100'ə bölürük. Burada 10'a bölsək burada 8 qalır. 10'dan da bunu ixtisəcək 4 qalır. 4 bölü 8 32. Burada isə 30% 12 ədəd hansı ədədin 80%-dir? Hansı ədədin səhv yox. Biz demirik 40'ın 80%-ni tap, üzrü sayın. 40 idi deyir ki, hansı ədədin 80%-dir? Yəni 40 bərabərdir hansı ədədin? Yəni x-in 80%-dir. Burada da 100'ü 40'a vuruq 4000. Cümləni səhv olmuşdum. Məsələn, demirik 40'ın 80%-dir. Yəni ki, hansı ədədin 80% 40'dır? Bunu demək istəyir. Yəni, biz də x-in 80%-ni tapıb 40'a bərabər etdik. O da 80x. 100'ü çarpaz vurduq 40'a 4000 elədi. Burada da 80x qaldı. 4000'də 80 bölsə x bərabər edəcək neçə? 50. Cavab D variantı. 39-cu suala baxırıq.
7. Qonşu bucaqların biri digərinin 5-4 hissəsini təşkil edir. Bu bucaqlar arasındakı fərq neçə dərəcədir? Yəni qonşu bucaqlar bunlardır. Biri budur, bir də bu. 5-in 4-ü atsa birini 4x verəcəm, nisbət elədir. Bir də 5x veririk. Yəni 5-in 4-ü nisbət olduğu üçün elə edirik. Cəmləri 180 dərəcədir. 1-2 qonşu bucaqların. Bərabər 180. 9x bərabərdir 180 olur. X də bərabərdir neçə? 36 olacaq. Yox. 20 olacaq. X 20. Bizə deyib bu bucaqlar arasındakı fərq neçə dərəcədir? Deməli 1 4x 80 oldu. 1 5x 100. Fərqi də 100 çıxır. 80 20. Yəni cavab A variantı. 40-cı suala baxırıq. 40-da əvvəlcə mötərizənin içini həll edəcək. Hansı mötərizə? Birinci bu mötərizəni həll edirik. Yəni 2-də 1-dən 3-də 1 çıxırıq. 2-də 1-dən 3-də 1 çıxmaq üçün məxrəcləri eyniləşdirmək lazım. Buranı 3-ə vuracağam. Sonra məxrəci buranı 2-yə vuracağam. Eləcək 6-da 3. Çıxısın 6-da 2-yə deyil. 6-da 1. Silirəm. Deməli bu mötərizənin içi 6-da 1 oldu. Bura qeyd aparaq. 1 çıxısın 6-da 1 bölünsün 1/3-də 1. 1/3-də 1-də düz yolun kəsəcək olacaq 3-də 4. Buradan da 1 çıxılsın 6'da 1 vurulsun 4'də 3 yazıram. Çünki kəsirləri bölərkən ikinci tərəf tərsicəvi vururuq. 6 ilə 3 ixtisar edir. 1 qaldı, 2 qaldı. Bunun alınır ki 1 çıxılsın 2 vurulsun 4 deyir. 8. Sürədə də 1'dir. 1 çıxılsın 8'də 1. Eləcək neçə? 1'i 8'də 8 kimi yazsaq çıxılsın 8'də 1. Bu deyir 8'də 7. 8'də 7'ni 4'də 1'ə bölürük. Yəni 8'də 7 bölünsün 4'də 1. O da bərabərdir. 8'də 7 vurulsun 1'də 4 yazırıq. Tərsini çevirib vurduq. Buna ixtisar gedir. Burada 2 qaldı. Yəni alınır 2'də 7. Bu da bərabər 3/10'da 5. Cavab D variantı. Bu izah videosu bu kadar oldu. Növbəti izahda 41'dən 60'a qədər izahları verməyə çalışacağım. Yenə də qeyd etdim ki, şərhlər bölməsində sevgili nazara gəlmiş olacaq. Sualların paylaşıldığı Telegram və WhatsApp qrupları link paylaşacaq. Mütləq qoşulun. Mütləq abunə olun kanala ki, paylaşılan videolardan anında xəbərdar olasınız. Çünki YouTube Studio statistikasına əsasən 60-70%'e yaxın izləyici bu YouTube'a abunə olmaq. Yəni çox sadədir. Sadəcə abunə tıklayırsınız, abunə olmuş olursunuz. Yəni ödənişsizdir. Abunə olmağınızın üstünlükləri nədir? Bütün videolardan anında xəbərdə olarsınız. Yəni çox şagird müəyyən müddətdən sonra qarşısına çıxır. Ancaq abunə olarsanızsa və orada zınqrov işarəsina tıklarsanız o zaman anında sizə mesaj gələcək ki video paylaşıldı. Sizə baxaraq izləyərək yeni videolardan, yeni izahlardan xəbərdar olaraq daha yüksək nəticə toplaya bilərsiniz. Sağ olun, təşəkkür edirəm. Bəyənməyi də unutmayın.